38 yaşlı qadın pasiyentimizdir. Mədədə ağrı, yanma, göynəmə şikayətləri ilə bizə müraciət edib. Köp, qaz, şişkinlik narahatçılıqları da var. Və ailəsində, atasında mədə xərçəngi aşkarlanıbdır. Özü də narahatçılıq hiss eləyərək kontrola gəlib. Ailəsində mədə bağırsaq xərçəngi olanlar risk faktoru altında olduğuna görə mütləq şəkildə kontrol müayinələrdən keçməlidir. Kontrol müayinələrdə erkən yaşda və erkən zaman xəstəliklər aşkarlanarsa müalicə daha yaxşı gedər və gələcəkdə xərçəngdən qorunma şansı daha yüksək ola bilər. Və bu xəstələrdə mütləq Helicobacter pylori araşdırılıb müalicə olunmalıdır. Çünki ailədə mədə bağırsaq xərçəngi olanlarda biz mütləq müalicəsini tövsiyə edirik. Helicobacter pylori mədədə yara, xora yaradır. Xərçəng riskini yüksəldə bildiyi üçün xəstənin mədə müayinəsini elədik. Mədəsində xırda balaca yaraları var. Səthi erozif sahələr görürük. Bunları inşallah müalicə edəcəyik. Müalicə ilə tam sağalır. Vaxtında müayinə olunun, sağlamlığınıza dəyər verin. HCC Clinical Hospital, sağlamlığınızı bizə etibar edin.